Salam əziz tamaşaçılar, Genezisin növbəti buraxılışında xoş gördük sizləri. Bugünkü söhbətimiz dünyaca məşhur roman olan Boris Pasternakın Doktor Jivago romanıdır ki, öz dövründə də çox aktual idi, populyar idi. Sonraki dövrlərdə də ən çox oxunan, sevilən romanlardandır. Həm söhbətimi isə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babulluoğludur. Pasternak Sovet İttifaqına, Sovet ideologiyasına münasibətdə tamam fərqli mövqedə dayanan şairidir. Yəni tam olaraq sistemin əleyhinə gedən insan da olmayıb. Amma eyni zamanda tam olaraq sistemin yanında dayanan insan da olmayıb. O vaxtki Sovet sistemi, hətta belə deyərdim, NKVD sistemi yazıçılarla, şairlərlə çox qəribə oyun oynayır. Dünyaca məşhur olan və Nobel mükafatı alan, amma Pasternakın özünün imtina elədiyi həmin o Doktor Jivago romanıdır. Bir parça səmanı, bir parça bağı, pəncərə qucmuşdu dörtkünc əli ilə, ağappaq xələti, yeri, otağı, xam biri süzürdü süs gözləri ilə. Onun Nobel mükafatı adlı şeirini Daily Mail manşetdə çap eləmişdi və belə faktlar da azdır. Bu son əsər ətrafında yaranan hayküş, bunun kənara çıxmağı, tərcümə olunmağı, bu özü bir ayrıca bir roman mövzusudur. Rusiyanı ziyarət edən, istəyir Birləşmiş Ştatlardan, istəyir Avropadan gələn ədiblər, jurnalistlər, yazıçılar, şairlər sanki Pasternakı ziyarət eləməyi, onunla görüşməyi özləri üçün bir borc bilirdilər. Axmatova göz önündə deyildi, həmişə kənardaydı, amma Pasternak göz qabağındaydı. Ona görə siz demişkin, gəlib gedənlər, sonra ümumiyyətlə Rusiya haqqında yazanlar, Rus ədəbiyyatı haqqında danışanlar bunu sanki sonuncu magikan kimi qəbul edirdilər. Bu əsər həm də Pasternakın qatili oldu. Səlim müəllim, Rus ədəbiyyatı, klassik Rus poeziyası bizim Azərbaycan oxucuları üçün həmişə müəyyən qədər əlçatmaz olub, açıq etiraf eləyək. Yəni biz daha çox Rus nəsrini, dramaturgiyasını tanımışıq, öyrənmişik, Sovet dövründə çox tərcümə olunub. Amma şairlərdən daha çox qızıl dövrdən Pushkin, Lermontov, sonraki dövrdən Yesenin, Mayakovski, yəni bu dördlüklə bizim Azərbaycan ədəbiyyatının Rus poeziyası ilə təması sanki bitir. Təbii ki, müəyyən tərcümələr də olub, müəyyən xırda kitabları da çap olunub, amma geniş mənada yayılmayıb və Pasternak da bu, elə bil ki, dördlükdən kənarda qalan şairlərdən deyil. Sovet dövründə, məsələn, mən onun Azərbaycan dilində kitabını xatırlamıram. Ümumiyyətlə, bizim poeziya dairələri, sırf Rus ədəbiyyatı ilə məşğul olan insanları çıxmaq şərti ilə geniş mənada çox da yaxın gedə bilməyiblər onun yaradıcılığına. İlk istərdim elə bunun səbəbini araşdıraq ki, ümumiyyətlə niyə mürəkkəb idimi onun ilkin dövr poeziyası, ya orada olan müəyyən fəlsəfi amillər bizim auditoriya üçün əlçatmaz idi və yaxud bizim ruhumuza doğma deyildi. Yəni onun səbəbi nə idi sizcə? Haqlısınız. 20-ci əsr Rus poeziyası elə əslində əvvəlki dövrlərdə baxmayaraq ki, biz Rusiya ilə eyni siyasi, mədəni coğrafiyada yaşamışıq. Bir çox vacib şairlər olub ki, bizim belə deyək də tərcümə mətbəximizdən kənarda qalıb. Onlardan biri də Boris Leonidoviç Pasternakdır. Bunun, ümumiyyətlə, bu təkcə Pasternakın deyil, Rus poeziyasından bir çox şairlərin kənarda qalmasının birinci səbəbi mənə görə bu idi ki, pleyada Rus şairləri vardı ki, onlar ideoloji şeirlər ya yazmırdılar, ya çox az yazırdılar və onların belə deyək də, həmin şeirlər o şairlərin yaradıcılığının əsas hissəsi deyildi və onu da bilirsiniz ki, adətən o vaxtki mərkəz Moskva əyalətlərə, ucqarlara, respublikalara məhz ideoloji nöqteyi nəzərdən ifadə caizdirsə, əlverişli olan şairləri tövsiyə edirdilər. Bu ümumi məsələdir. Başqa tərəfdən Pushkinin məşhur o Qafqaz şeiri yoxdur. O da məsələn həm Çar Rusiyası dövründə, həm sonradan Sovet dövründə bütünlüklə tərcümə olunmamışdı. Onun əvvəlini İnqilaba qədər Abbas Səhət çevirmişdi. Sonra
Pushkinin gərək ki 100 illiyi ərəfəsində onun o tərcümə sonradan bitdi, Müşfiq tərcümə edib, bəli. Yəni ədəbiyyat tarixindən belə faktlar çoxdur. Bir də təbii ki, burada Boris Pasternakın özünün şəxsiyyəti, şair kimi mövqeyi başlıca rol oynayırdı. Çünki Pasternak Sovet İttifaqına, Sovet ideologiyasına münasibətdə tamam fərqli mövqedə dayanan şair idi. Pasternak da bu mənada tək deyildi. Bura Marina Svitayeva, bura Anna Axmatova, Osip Mandelstam və digər şairləri də əlavə eləmək olar. Onların ona görə belə deyək, birinci öz yaradıcılıqları və şəxsiyyəti sistemə münasibəti ilə bağlı idi. Çünki orada maraqlı bir şey var ki, Pasternak bayaq adını qeyd elədiyimiz bir çox şairlərdən fərqli olaraq ki, biz bilirik, onlar elə Mandelstam özü, sonra Axmatova, bunlar çox təzyiqlərə məruz qalıblar, repressiyaya uğrayıblar və hətta Pasternak bunların bəziləri üçün ağız açıb rəhbərliyə, Sovet rəhbərliyinə onun o Stalinlə məşhur danışığı məsələsi ki var Mandelstamın taleyinə görə. Yəni tam olaraq sistemin əleyhinə gedən insan da olmayıb. Amma eyni zamanda tam olaraq sistemin yanında dayanan insan da olmayıb. Yəni böyle qəribə bir ortaq məxrəcdə dayanmışdı. Əslində çox ağır mövqe idi. Mənim yadımdadır, hansısa bir şairin xatirələrində belə bir detal var idi. 30-cu illərin sonudur, artıq repressiyalar da bitib, amma eyni zamanda Pasternak repressiyaya uğramayıb təbii ki, yəni salamat qalıb, amma eyni zamanda o rejimin yanındakı şairlərdən də deyil. Və bunu bir kəlmə sözlə necə təsvir eləmişdi o şair? Mən o ifadə çox xoşuma gəldi. Deyir ki, yəni, filan kəslər gəldi, əyləşdilər, rus dilində gedir o xatirələr və filan deyir, prezidiumda gəldi, Pasternak məğrur tənhalığında əyləşmişdi. Yəni, o, həmin o, belə deyim, o rejimin ətrafında olan camiyə də bunu tam özünkü kimi qəbul eləmirdi. Yəni, belə qəribə bir havada qalmış bir vəziyyət idi. Bilirsiniz necədir? Bu çox maraqlı mövzudur. Əvvəla həmin sistemi təmsil edən, xüsusən də mədəniyyəti, o cümlədən ədəbiyyatı kurasiya edən adamlar o qədər də ağılsız deyildilər. İkinci Dünya müharibəsi vaxtı xüsusən Boris Pasternakın həm müharibə haqqında, həm Stalin haqqında müəyyən şeirləri var idi. Amma o adamlar da gözəl bilirdilər ki, bunlar boğazdan yuxarı yazılmış şeirləridir və ona görə Pasternakın bu sistemə münasibətdə səmimiyyətinə o qədər inanmırdılar. İkincisi, başqa bir məsələ var idi. Pasternak, belə deyək, sənət mühitində dünyaya gəlmişdi. Musiqi mühitində. Musiqi mühitində dünyaya gəlmişdi. Atası rəssam idi, anası musiqiçi idi. Özü də səhv eləmirəmsə, ilk təhsili özünün də elə musiqi üzrə olmuşdu. Bəli, böyük rus bəstəkarı Skriabin ona musiqi, belə deyək, ilk dövrlərdə musiqi təhsili vermişdi. Sonradan əlbəttə ki, o, belə deyək, musiqini, peşəkar musiqiçi olmaq qərarından vaz keçmişdi. Hərçənd ki, onun poeziyasında məhz o səs xətti, musiqi xətti çox özünə məxsus şəkildə özünü büruzə verir. Bilirik ki, Pasternakın həm atası, həm anası Yahudi idilər, amma Pasternak öz dayəsi vasitəsilə uşaqlıqdan belə deyək, kilsəyə gedirdi və xristianlığı qəbul eləmişdi. Xaç suyuna salınmışdı izni. Ona görə Pasternakın ümumiyyətlə həm ilkin mətnlərində, ilkin dövrü yaradıcılığında, həm sonraki yaradıcılığında xüsusən o xristian motivləri, ruhani notlar, mənəvi məsələlər ki, sistem onu həmişə göz ardı edirdi, onlar ön planda idi. Yəni, insan-tanrı münasibətləri bunun üçün əhəmiyyətli idi. Heç şübhəsiz. Və ona görə də təbii ki, sistem də bu cür şairləri ən yumşaq halda görməzdən gəlməli idi, həmin adamlar təklənməli idi. Bir də başqa bir şey danışım sizə. 2008-ci ildə mən Peredelkinada Pasternakın ev muzeyində oldum. Deməli, orada bir hadisə danışdılar mənə ki, sonradan mən bunu Rezaya seriyasından çap olmuş Boris Pasternak kitabında da oxudum. Deməli, SSR Yazıçılar İttifaqından bunun yanına bir, belə deyək, ittifaqın bir məmuru gəlir və bir neçə adamın, deyək ki, 4-5 yazıçının güllələnməsi ilə bağlı təklifi imzalamağı. Yəni 37-ci illər dövründə. Bəli, o dövrlər olur və Pasternak deyir ki, filan kəslər imzalayıb, siz də imzalamalısınız. Pasternak isə özünə məxsus, belə deyək, o ədalarla onun qoluna girir, o Peredelkinadakı o bağda gəzə-gəzə həmin adamı, belə deyək ki, bir növ boynuna qoyaraq bunu deyir. Deyir ki, axı siz də böyük ədəbiyyatçısınız
Siz də indi mən deyəcəklərimi mən əminəm ki, məndən daha yaxşı bilirsiniz. Sizcə belə bir sənədə imza atmaq nə qədər düz olardı? Və həmin adam belə deyir, çıxılmazlıq qarşısında qalır və deyir ki, doğrudan da buna imza atmaq olmaz və qayıdıb ittifaqda deyir ki, göylərin sakinidir. Səma sakinidir. Bu sənədə imza atmadı. Amma təəssüf ki, sabahsı gün ya bir neçə gün sonra Pravda qəzetində imza atanların sırasında Boris Pasternakın adı da dərc olunur. O vaxtki Sovet sistemi, hətta belə deyərdim, NKVD sistemi yazıçılarla, şairlərlə çox qəribə oyun oynayırdı. Və bunu Bulgakovun həyatında da görmək olar, bunu məsələn Svetayevanın, Axmatovanın, Platonovun və digərlərin həyatında görmək olar ki, yəni birini görməzdən gəlirdi, birini ümidləndirirdi və ölənə qədər ümiddə saxlayırdı. Birini qorxudurdu, birini mənəvi şəkildə sındırırdı. Bəlkə də hərəsinin öz zəif damarını bilərək o zəif damar üzərindən ona təzyiq göstərirdi. Kimin üçün nə əhəmiyyətlidirsə, o xəttdən onu vururdu. Mən onu da xüsusi qeyd edeyim ki, Azərbaycan ədəbiyyatı və poeziyası, tərcümə sənəti tarixində, yəni Pasternakla ən çox məşğul olan şairlərimizdən biri Səlim müəllim özüdür və ən onun mürəkkəb şeirlərini çox çətinliklə tərcümə eləyən, dilimizə çevirən sənətkarlarımızdandır. Mən istərdim, mən onun nümunələrindən oxuyaq, sonra biz artıq Doktor Jivago əsəri üzərinə keçəcəyik. Çünki əsas söhbətimizin mövzusu məhz o dünyaca məşhur olan və Nobel mükafatı alan, amma Pasternakın özünün imtina elədiyi həmin o Doktor Jivago romanıdır. İlqar müəllim, bu şeiri oxumamışdan əvvəl bir şey deyim ki, Boris Pasternakın bir neçə şeirini ilk olaraq dilimizə anar çevirib, xalq yazısı anar və olduqca uğurlu tərcümələrdir və təkcə Pasternakı çevirməyib, orada Mayakovski'dən də tərcümələri çoxdur, xeyli tərcümə edildi. Və mən bildiyim qədər, mən oxumamışam, amma eşitmişəm ki, Ramiz Rövşənin xeyli tərcümələri var. Amma mən icazənizlə Boris Pasternakın bir məşhur, həm də avtobioqrafik səciyyə daşıyan bir şeiri var, Xəstəxanada. O şeiri oxuyum. Piştaxta önünə yığışıb sanki, durub səki boyu dayanmışdılar. Saldılar maşına əvvəl xərəyi, atladı dalıca sonra sanitar. Girişi, evləri, sərsəriləri, gecə küçədəki hənirtiləri, geridə buraxıb təcili yardım, işığı zülmətin bağrını yardı. Milis idarəsi, küçələr, üzlər, fənər işığında doğub batırdı. Şəfqət bacısının əlində şüşə, maşın silkəliyir, atıb tuturdu. Yağırdı, qəbulun səssizliyini, pozurdu girişdə nasaz navalça, sorğu vərəqinin rəngsizliyini, sözlər boyuyurdu dinməzcə, asta. Girişin ağzına qoydular onu, binada yer yoxdu, hər yan doluydu, havada uçurdu qoxusu yodun, külək pəncərəni ovuşdururdu. Bir parça səmanı, bir parça bağı, pəncərə qucmuşdu dördkünc əli ilə, ağappaq xələti, yeri, otağı, xam biri süzürdü süs gözləri ilə. Başını yellədən tibb bacısının, duydu hər sözündən, hər sualından, başqadır bu yazı, çətin çax çıxsın, bu dəfə fələyin qeyruqalından. Eləcə zilləndi o razı-razı, çöldən pəncərəyə, gördü divarı, elə bir şəhərdə yanğın var idi, düşmüşdü divara qızartıları. Ala bürünmüşdü sərhəd keçidi, şəhərin bərqində bir ağca qayın, əyib budağını təzib enirdi, vida eləyirdi arın, arxayın. İlahi, tükənməz dövlətin varın, kamildir hər işin, düşündü xəstə, yatağın, insanın, daşın, divarın, şəhərin gecələr, bəndən can üstə. İçdim axıracan bihuşlarını, indi ağlayıram, yazıqdır dəsmal. İlahi, dayandır göz yaşlarımı, qoy baxım üzünə mən mat məəttəl. İçdim axıracan bihuşlarını, indi ağlayıram, yazıqdır dəsmal. İlahi, dayandır göz yaşlarımı, qoy baxım üzünə mən mat məəttəl. Bilsən necə xoşdur yanıma düşən, bu sönük, qorxacaq, solğun işıqda, ömrümün payına düşən, günləri bəxşin bilmək, anlamaq. Xəstə yatağında bitməkdə ömrüm,
əlinin odunu hiss eləyirəm, özüyəm, qutuya qoyursan məni, sən məni inci tək hifz eləyirsən. Onun Nobel mükafatı adlı şeirini Daily Mail manşetdə çap eləmişdi və belə faktlar da azdır. Bu son əsər ətrafında yaranan hayküş, bunun kənara çıxmağı, tərcümə olunmağı, bu özü bir ayrıca bir roman mövzusudur. Rusiyanı ziyarət edən, istəyir Birləşmiş Ştatlardan, istəyir Avropadan gələn ədiblər, jurnalistlər, yazıçılar, şairlər sanki Pasternakı ziyarət eləməyi, onunla görüşməyi özləri üçün bir borc bilirdilər. Matova göz önündə deyildi, həmişə kənardaydı, amma Pasternak göz qabağındaydı. Ona görə siz demişkin, gəlib gedənlər, sonra ümumiyyətlə Rusiya haqqında yazanlar, Rus ədəbiyyatı haqqında danışanlar bunu sanki sonuncu magikan kimi qəbul edirdilər. Bu əsər həm də Pasternakın qatili oldu. Səlim, mən bir xeyli müddət əvvəl bir kitab düşmüşdü əlimə, bir məşhur Rus jurnalistinin birinin müsahibələri bir kitabda toplaşmışdı. O müsahibələr 90-cı illərdə Sovet dövrünün məşhur siyasi xadimlərinin müsahibələri idi ki, əvvəl deyilməyən mövzular haqqında danışırdılar və birinci müsahibə 60-cı illərdə SSR-də KGB-nin sədri olmuş Simiçasnının müsahibəsi idi və müsahibə birinci o sözlə başlayırdı ki, Simiçasni bildirirdi ki, özü sualsız filansız ki, Pasternakın Doktor Jivago əsəri zəif əsərdir. Biz onu öz təqibimizlə bütün dünyada məşhur elədik. Və ümumiyyətlə Pasternakın həyatı boyu biz bilirik ki, təqibləri filana məruz qalıb. Amma bu son əsər ətrafında yaranan hayküş, bunun kənara çıxmağı, tərcümə olunmağı, bu özü bir ayrıca bir roman mövzusudur. O əsər ümumiyyətlə necə oldu, kənara çıxdı. Yazılmasını bilirik, bəli, 45-ci illə 55-ci il arası yazıb. Amma yazıb bitirəndən sonra nə baş verdi, bu əsərin ətrafında hansı hadisələr oldu? İstərdim ona toxunaq. Bilirsiniz, əslində Doktor Jivago'nun ətrafında SSR-i qərb qarşı durması kontekstində ciddi mübarizələr olub. Hətta mən xatırlayıram, 15-ci ildə Ulyanovskda idim. Olga Strada ilə görüşdüm. Olga Strada Rusiyada İtalyan Mədəniyyət İnstitutunun rəhbəri idi. Onun atası Strada Pasternakla çox yaxın münasibətləri olub və Pasternakın Jivago'nun, bilirsiniz ki, o İtaliyaya getmişdi, Feltrinelli'nin tərəfindən nəşr olunmuşdu. Çıxması haqqında bəzi şeyləri danışdı. Sonra mən Mərkəzi Kəşfiyyat İdarəsinin, ABŞ-nin xüsusi xidmət orqanlarının Pasternakın romanının qərbə çıxması, nəşri, populyarlaşması ətrafındakı, belə deyək, əməliyyatları haqqında bir ayrıca tədqiqat da var. Bilirsiniz necədir? Bu şeylər olub, bu faktlar olub. Amma məsələ budur ki, romanın yazılmasının bu məsələlərə dəxli yoxdur. Romanın kənara çıxmasının əlbəttə ki, və bunun ətrafında o qarşıdurma kontekstində nələrin olmağı danılmaz faktlardır və əlbəttə ki, Pasternakın Nobel mükafatı almasına, məhz bu romana görə Nobel mükafatı almasına, bu söz-söhbətlərin, bu roman ətrafında qurulan, qərb mətbuatında yazılanlar, hətta yadımdadır ki, onun Nobel mükafatı adlı şeirini Daily Mail manşetdə çap eləmişdi və belə faktlar da azdır. Time jurnalı xüsusi yer ayırmışdı Pasternakın şəxsiyyətinə və romana. Fransa, Böyük Britaniya, İtaliya mətbuatı belə olmazın diqqət ayırmışdı. Yəni bir belə kampaniya şəkli almışdı sanki onun təbliğatı. Bəli, təbliğatı kampaniya şəkli almışdı. Amma yenə deyirəm, bu romanı yazdıran səbəblər deyildi. Pasternakı şair kimi qərb əvvəlcədən, yəni böyük Rus şairi kimi və biraz da mövqeyi ayrıca olan, müstəqil olan, rejim şairi olmayan bir şair kimi əvvəldən diqqətdə saxlayırdı və imkan yarananda isə bundan istifadə elədi. Mənim üçün də maraqlıdır, bu əsər Sovet dövründə yazıldı. Bu hardasa nəşriyyata filana verilməyib, bu çap olunmayıb. Bunun hansı məzmunda olmağı və bunun Sovet rejiminin ideyası ilə üst-üstə düşməməyi ki, bunu sonra gizli yolla xaricə çıxartdılar. Bu məlumatınız yoxdur, o necə baş verib o proses? Yəni əvvəla Pasternakın romanının Avropaya, konkret desəm İtaliyaya gedib çıxmamışdan əvvəl Pasternak onu Novi Mir jurnalına, o da bilirsiniz ki, dövrün ən populyar, ən nüfuzlu jurnalı idi, təqdim eləmişdi və mən bilən başqa
ədəbiyyat jurnallarına da təqdim eləmişdi. Amma təbii ki, o roman çap oluna bilməzdi və rədd cavabı almışdı Pasternak. Və o roman haqqında Tvardovski, Simonov, Boris Polevoy və digər Rus yazıçıları və şairlər, hətta cavanlar sonradan, o dövrün cavanları, Vaznesenski, Yevtushenko, Axmadulina belə bu romanın və Pasternakın əleyhinə idilər. Yəni, romanın çap olunması, romandan xəbərdarlıq sir deyildi. Yəni, məzmununu bilirdilər təxminən ki, söhbət. Bəli, məzmununu bilirdilər. Üstə gəl, mən bayaq dedim, Pasternak o Rus şairlərindən idi ki, hələ 30-cu illərdə Qərb ədəbi camiyyəsinin diqqətinə düşmüşdü. Və Rusiyanı ziyarət edən, istəyir Birləşmiş Ştatlardan, istəyir Avropadan gələn ədiblər, jurnalistlər, yazıçılar, şairlər sanki Pasternakı ziyarət eləməyi, onunla görüşməyi özləri üçün bir borc bilirdilər. Və şəksiz ki, Pasternak həm onlara, həm onunla dostluq edən müxtəlif başqa Rus ədiblərlə, tutalım o Korney Çukovskinin ailəsi ilə yaxın idi. Onlarla və digərlərlə söhbətlərində romanın fraqmentləri haqqında həm danışırdı, həm də bəzi fəsilləri oxuyurdu. Yəni, hətta oxuyub deməli müəyyən bəli, fraqmentləri. əlbəttə, heç şübhəsiz. Hətta bəzi adamlardan rəy alıb müəyyən redaktələr də eləyirmiş. Ona görə yəni romanın varlığı haqqında həm kifayət qədər məlumat var idi. Həm SSR-də, həm də artıq o məlumat kənara da deməli çıxmışdı. Bəli, heç şübhəsiz. Ona görə yəni bu vəziyyətdən də belə deyək də istifadə eləmək istəyən və uğurla istifadə edən adamlar oldu. Və o proses barəsində nə deyə bilərsiniz? Məsələn, o necə çıxarıldı, ümumiyyətlə o çap prosesi necə getdi? SSR-də bəli, çap eləmədilər, qadağan olundu, bilindi ki, bu əsər çap olunmayacaq. Pasternakı da sizin dediyiniz kimi bu belə demək olarsa SSR-dən əvvəlki dövr, o pleyada ki var idi şairlər, gümüş dövr şairlər ki, bunlar belə deyim də sırf olaraq Sovet rejiminin yetirməsi deyildilər. Onlardan səhv eləmirəmsə yeganə həyatda olanı o idi də. Həmin vaxtda Axmatova sağ idi, bir o qalmışdı. Gümüş dövr şairlərindən başqası. Bir də Boris Pasternak sağ idi. O pleyadan şairlərin ikisi sağ idi. Bəli, ikisi sağ idi. İndi Axmatova göz önündə deyildi, həmişə kənarda idi, amma Pasternak göz qabağında idi. Ona görə siz demişkin, gəlib gedənlər, sonra ümumiyyətlə Rusiya haqqında yazanlar, Rus ədəbiyyatı haqqında danışanlar bunu sanki sonuncu magikan kimi qəbul edirdilər. Amma o proses də məncə asan olmayıb axı. Çünki kitab indiki dövrdə bir fleşka, yəni başqa bir şey deyil ki, harasa köçürtdü, gizli şəkildə aparıldı. Onun çıxarılması ilə bağlı qalın fərqlər olub yəqin nəsə çap oldu. Mən Olga Strada ilə görüşümdən danışdım. Mən bildiyim qədər, oxuduğum və eşitdiyim qədər jurnal bir xətlə çıxarılmayıb Sovet İttifaqından. Mikroplyonkalarda çıxarılıb bir versiyaya görə. Deməli, Amerikan xətti ilə çıxarılıb, Avropa xətti ilə çıxarılıb. Bir versiyada var ki, müxtəlif adamlar roman həcmli olduğuna görə hissə-hissə çıxardıblar onu uzun müddətə. Yəni uzun bir dəfəyə baş verməyib o proses. Uzun müddət dediyimdə yəni aylar çəkməyib. Yəni tutalım 3 dəfəyə, 5 dəfəyə kimisə əşyalarının, kağızlarının arasında çıxardıblar. Və hətta eyni vaxtda müxtəlif nəşrlərə hazırlanıb. Bu haqda da danışılır, amma indi təfərrüatı bilmirəm. Bayaq qeyd elədiniz, elə mənim də rastıma çıxmışdı ki, Mərkəzi Kəşfiyyat İdarəsi ki, ABŞ-ın əsas kəşfiyyat orqanı idi. Bunların xüsusi bir əməliyyatı olub o əsərin oradan çıxarılmağı, sonra ikinci mərhələdə onun ətrafında həmin o hayküyün qaldırılmağı və o hayküy əslində müəyyən mənada bəzi adamlar deyirdilər ki, əslində bu şey Rus ədəbiyyatının tanınmağına xidmət elədi. Çünki o hayküyün hesabına daha bir əsər dünyaya çıxdı SSR miqyasından. Amma Sovet hökumətinin istəmədiyi bir əsər idi də. Tutal Sakit Donu filanı əgər Sovet rejimi könüllü şəkildə kənara çıxardırdısa və bunu Sovet ədəbiyyatı kimi təbliğ eləyirdisə, hərçənd ki Sakit Donun da ətrafında narazılıqlar çox idi. Hətta deyirlər ki, onun müəllifi Şoloxov deyil. Bəli, hansısa bir Ağ Qvardiyası zabit yazıb, onun xatirələridir filan. Bu əsər arzulanan əsər deyildi ki, SSR-ni təmsil eləsin. Amma dolayı yolla istənilən halda SSR-ni sevdirməyə müəyyən qədər, Rus xarakterini açmağa, onun daxili ziddiyyətlərini göstərməyə xidmət elədi və Pasternakın özünün taleyi bundan sonra necə oldu? Məsələn, bir qism insanlar qeyd edirlər ki, bu əsər həm də Pasternakın qatili oldu.
Niyə qatil oldu? Çünki ona olan həmin o baskılar ki başladı bu kitab xaricdə çıxandan sonra, yəni tamaşaçılarımız üçün qeyd eləyək ki, bu kitab SSRİ-də ali rəhbərlikdən icazəsiz olaraq xaricdə çap olunduğuna görə SSRİ dövrünün bütün ədəbi orqanları, mədəniyyət, siyasət rəhbərliyi birbaşa Pasternakın üstünə baskıya keçdilər və mən Nobel məsələsində istəyərdim tamaşaçılar üçün geniş şəkildə danışasınız. Artıq siz əsas məqamları dediniz. Pasternakın üstünə çox böyük hücumlar oldu. Həm SSRİ Yazıçılar İttifaqının rəhbərliyi, həm SSRİ Yazıçılar İttifaqının idarə heyəti. Mən bayaq adlarını sadaladım. Deməli, Boris Polevoy, Tvardovski, Simonov, hətta Pasternakı özlərinə müəyyən dövrdə müəllim bilən Yevtushenko, Vaznesenski, Bella Axmadulina, yəni bu Pasternak və sonra keçmiş İttifaq Respublikalarından yazıçılar, əlbəttə bunlar təşkil olunurdu və ki o ümumiyyətlə vətən xainidir, SSRİ Yazıçılar Birliyindən xaric olunmalıdır, hətta ölkədən çıxarılmalıdır və yaxud həbs olunmalıdır. Yəni belə çağırışda, hətta belə deyək də, müxtəlif müəssisələrdə iclaslar keçirdilər, onu müzakirə edirdilər. Pasternak əleyhinə mitinqlər filanlar belə. Yəni bu proseslər getdi və bəlkə ədəbiyyat tarixi baxımından Pasternakın lehinə işlədi, amma real həyat gerçəkliklər baxımından əlbəttə ki, onun sonunu yaxınlaşdırdı və 58-ci ildə o Nobel aldı deyəsən, sonra imtina eləmək məcburiyyətində qaldı. 2 ildən sonra isə 70 yaşında dünyasını dəyişdi. Şəksiz ki, bu böyük belə deyək, psixoloji gərginlik yaradırdı və insanın səhhətinə də çox pis təsir edirdi. 50-ci illərin əvvəlində onun ürəyindən müalicə olunmağı, infarkt keçirməklə bağlı məlumatlar var. Yəni, müəyyən mənada ürəyi zəif adam idi və bu baskılar da təbii ki, ona bu cür təsir edirdi və Nobel məsələsini mən xüsusi qeyd eləmək istəyirəm. Niyə? Çünki SSRİ-də elə bil ki, Pasternak üzərinə baskı artdıqca, əks tərəfdə qərbdə, elə bil bunun müqabilində, yəni müasir dillə desək, onun acığına, onun təbliğatı biraz da güclənirdi. Və ona olan baskı pik həddinə çatanda qərb tərəfdə elə bil ki, o əks mübarizənin pikini verdi. Nəyi? Bunu Nobel mükafatına təqdim elədilər. Və sadəcə təqdim eləmədilər, hətta birinci yeri ona verdilər və bu Nobel mükafatının qalibi oldu. Amma elə baskılar başladı məhz Nobeldən sonra Pasternakın üzərinə ki, onu o vəziyyətə gətirdilər ki, 2 yoxsa 3 gündən sonra rəsmi şəkildə Pravda qəzetində onun müraciəti çıxdı ki, mən Nobel mükafatından imtina eləyirəm və bunun səbəbləri də nədir? Və orada artıq təbii ki, bir çox fikirlər hiss edirsən ki, bunun öz fikirləri deyil, artıq o diktə olunan məsələlərdir ki, mənim özümdən icazəsiz bu romanın çap olunmağına mən ümumiyyətlə etiraz eləyirəm və yaxud başqa dəlillər. Əslində məntiqlə əgər etiraz edirsənsə, niyə bunun xaricə çıxmağına sən şərait yaradırdın? Yəni, belə ziddiyyətlər də olsa, təbii ki, hamı başa düşdü ki, bu baskı altında yazılan, belə deyim, məktubdur. Nobel komitəsinin o məktubu yazandan sonra sanki bu, belə demək olarsa, o baskılar falanlar bir balaca səngidir. Amma yenə də ona olan münasibət dəyişmədi və həmin o gizli düşmən abı havası ilə gətirdilər ki, və o dövrdə belə bir yanaşma tərzi var idi. Biz bunu yedizdirmişik, sizdirmişik, Sovet hökuməti bunu bəsləyib, Sovet hökumətinin dövründə bu 50 il, 30 il, 40 il yaşayıb və kitabları çap olunub filan. Amma sonda bu yenə də, belə demək olarsa, bizim ideyamıza, bizim ölkəmizə, bizim xalqımıza, əsas da xalqı ön plana çəkirlər, xəyanət elədi və nankor şair kimi qaldı. Əslində Boris Pasternakın Doktor Jivago romanında toxunulan məsələlər maraqlı nədir ki, roman çap olunmağa gedəndə, sonra Nobel mükafatı artıq Stalin dünyada deyildi. Yəni, bəzi sənədlər 55-ci ildən sonra açılmağa başladı, repressiyalar, təzyiqlər, bu artıq məlum məsələlərdir. Amma yenə də bütün bu məlumatlılığın fonunda Pasternakın, belə deyək də, romanının çapına, Nobel mükafatı almasına bu cür rəng verilməsi əlbəttə xeyli dərəcədə anarmalıdır. Amma mən bilən 80-ci illərin sonunda Nobel komitəsi Boris Pasternakın Nobel medalını onun oğluna
təqdim elədi. Hərçənd ki, pulu vermədilər, amma medalı təqdim elədilər. Bilirsiniz necədir? Mənim ümumiyyətlə münasibətim belədir. Şəksiz ki, roman bizim sevdiyimiz böyük usta romanlar səviyyəsində deyil. Amma daşıdığı, verdiyi mesajlar, toxunduğu məsələlər baxımından vacib romandır. Mənə görə xüsusən o 25 şeirlə daha qiymətlidir. Amma indi tarix haqqında ehtimala və fərqli variantlara yer qalmış. Sözünü deyib və bu günlərdə o romanın sevilməsində belə hesab olunur ki, onun tarixçəsi və başına gələn bu hadisələrin də böyük rolu var və hətta bir marketinq rolunu oynayıb və söhbətimizin sonunda, əziz tamaşaçılar, biz istərdik elə həmin kitabın sonunda olan şeirlərdən birini dinləyək Səlim müəllimin tərcüməsində və söhbətimiz bu ilə yekunlaşır. Sağ olun, sağlıqla qalın. Nobel mükafatı. Qalmışam heyvan tək, küncdə, çarəsiz. Hardasa adamlar, işıq, azadlıq. Yaxında tap-batap təqibin səsi. Çıxmağa yolum da qalmayıb artıq. Qaranlıq bir meşə, gölün sahili. Tir kimi sərili küknar gövdəsi. İndi bütün yollar bağlı, kəsili. Nə olacaq qoy olsun bundan sonrası. Nə idi görəsən o böyük səhvim? Olmaya qatiləm, ya cani, nakəs. Gözəl yurdum üçün mən də istədim, qoy biraz ağlasın bu dünya, hər kəs. Nə olar, eybi yoxdur, əynimdə kəfən, əminəm, bilirəm gələcək o gün. Xeyrin əli ilə bütün hər yerdən kəsilib atılacaq qərəzin kökü. Kəsilib atılacaq qərəzin kökü.